Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala eşrafil enbiya ve mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonra sizin hər birinizə uca o böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Yəni, təqvalı olanınızdır. Uca o böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla, yəni bu sifəti qazanmaq olar. Və ilk öncə Allaha sonsuz sayda həmd sənalar olsun ki, Allah Subhanahu wa Taala bizi bu mübarək Ramazan ayına yetişdirib. Bu ayın oruclarını tutmağı bizə nəsib edib. Dua edirəm ki, Allah Taala yəni sona qədər gözəl şəkildə bu ayı bitirməyi bizə nəsib etsin. Və bu ayda etdiyimiz ibadətləri Allah Taala öz dərgahında qəbul buyursun. Artıq yəni Ramazanın tən ortasına çatmışıq. Bu gün səhv etməmizə 14-cü günüdür. Və artıq son 10 günlərə yaxınlaşırıq ki, hansı ki, o günlərdə ən xeyirli gecələr var. Ən xeyirli gecə var. O da Qədr gecəsidir. Deməli, Ramazanla bağlı qardaşlarım bir şey toxunmaq istəyirəm. Bu da Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisidir. Hədis Buxar Müslimdə keçir. Həlak oldum hədisidir. Hansı ki, o sahabə Əbu Hureyra radiyallahu anh rəvayət edir ki, oturmuşduq Allah Rasulü sallallahu aleyhi ve sellemin yanında və bir nəfər gəldi ki, bəs həlak oldum ya Rasulullah. Və bu sözü bir neçə təkrar etdi ki, həlak oldum. Allah Rasulü ondan soruşanda ki, bəs nə baş verib, niyə görə belə deyirsən? O da deyir ki, bəs mən oruc ola-ola öz yoldaşımla yaxınlıq etmişəm, yəni oruc vaxtı. Və ondan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem ona əhkamları izah edir ki, yəni oruc vaxtı yaxınlıq edən kimsə onun kəffarəsi necə ödəməlidir? Və birinci növbədə Allah Rasulü sallallahu aleyhi ve sellem ona deyir ki, bəs 60 gün, yəni ardı-ardına, yəni oruç tuta bilərsən. Və o insan deyir ki, yox ya Rasulullah, yəni buna mənim taqətim çatmaz ki, mən 60 gün ardı-ardına nə edim? Oruç tutum. Ondan sonra Allah Rasulü ona deyir ki, yaxşı, bəs 60 kasıbı sizdirmək, deyir, onu da bacarmaram. Və yaxud da 60 nəfəri geyindirmək, keçinmək, deyir ki, ya Rasulullah, mən bunu da bacarmaram. Və Allah Rasulü biraz fikirləşir və bu anda Peyğəmbər sallallahu aleyhi ve sellemə bir zəmbil xurma gətirirlər. Və Allah Rasulü xurmanı verir ona, deyir, bəs bunu apar, Mədinədə kasıbların etkinə, payla girəm. Və o da deyir ki, ya Rasulullah, mən deyir, Mədinədə mənim evimdəndir kasıb bir ev tanımıram. Yəni Mədinədə mənim evimdəndir kasıb bir ev tanımıram. Və Peyğəmbər sallallahu aleyhi ve sellem gülümsəyir ona, elə isə bunu deyir, ailənə deyir, sədəq etkinə. Allah Rasulü deyir ona ki, elə isə bunu öz ailənə sədəq et. Bu hədis möhtəşəm bir hədisdir və Peyğəmbər sallallahu aleyhi ve sellem burada insanlara qarşı nə qədər şəfqətli və mərhəmətli olduğunu göstərir. Ki, həqiqətən də Allah Rasulü insanlara qarşı rəhimli və mərhəmətli idi. Yəni, birbaşa Allah Rasulü ona bütün o şəri əhkamları ona bir-bir izah edir. O da hər əhkama qarşı yəni bunu bacarmaram, buna gücüm çatmaram və sonda o sədəqə ilə nə edir? O sədəqəni də özünə götürür ki, məndən yəni kasıb bir ailə yoxdur. Və bu hədisə əsasən bəzi faydalar var, hansı ki, onları qeyd edək qardaşlarım. Çünki məsələ önəmlidir. Niyə görə? Çünki görürsən, bəziləri elə deyir ki, kim deyir, bilə-bilə qəsdən deyir, orucunu asarsa, yeməklə, içməklə və s. O deyir, 60 gün oruç tutacaq. Yəni, belə deyənlər də var. Halbuki bunların heç biri düzgün deyil. 60 gün yalnız alimlər deyirlər ki, oruca aiddir, Ramazan orucuna aiddir. Yəni, sən Ramazanın orucunu vaxtı, səhər tezdən, yəni gün çıxandan gün batana qədər, yəni oruc vaxtı, əgər yaxınlıq etsən, bu zaman ona 60 gün tutur. Amma sən bilə-bilə orucu götürüb pozsan, məsələn, götürüb bilə-bilə nəsə ki, buna ancaq tövbə düşür. Çünki sən böyük günah etmiş olursan, qəsdən pozduğuna görə. Tövbə düşür və həmçində bir gün nədir? Qəzasını tutacaqsan. O orucun. Amma yaxınlığa görə isə, ona görə də altındır. Lakin
burada da şəriətdə əhkam var ki, insan bilməlidir yaxınlıq etdiyini. Yəni ağlında olmalıdır. Yəni bilə-bilə eləməlidir. Onda 60 gün düşür. Əgər sən bilmədən unutqanlıqdan etsən, 60 gün düşmür. Nəyə əsaslanır alimlər? Alimlər əsaslanır digər hədislərə ki, hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kimdir yəni bilmədən, qəsdi olmadan yeyərsə, içərsə oruc vaxtı nə etsin? Orucuna davam etsin. Çünki onu Allah Subhanahu taala nə etmişdi? Yedirtmişdi və içirtmişdi. Yəni bu hədislərə əsaslanırlar ki, insan bilmədən, unutqanlıqdan və yaxud da məcburiyyətdən etsə, unutqanlıqdan, bilməyən, ona nə deyir? Kəffara düşmür onun boynuna. Onun boynuna kəffara düşmür. Deməli, buradan bir dənə də hökm çıxır ki, fayda çıxır ki, əgər ər-arvad arasında, hətta ikisi, məsələn, qadın məcbur edilərsə, yaxınlıq etməyə, oruc vaxtı, qadın məcbur edilərsə, qadın boynuna düşmür 60 gün. Hər ikisinin razılığı olarsa, orucu pozurlarsa, onların üzərinə düşür onda 60 gün. Yox, əgər bir tərəf razı olmayıbsa, məcbur olunubsa, ona düşmür 60 gün. Bu tərəfə nədir? 60 gün qəza tutmaq nədir? Əmr olunur. Həmçinin deyir ki, burada Ramazan ayının oruç tutulan müddətdə qəsdən cinsi əlaqəyə girən kəffarə nədir? Cərimə ödəməlidir. Ramazan ayının orucunu tutulan müddətdə unutqanlıqdan, bilməyərəkdən və yaxud da məcburiyyət qarşısında cinsi əlaqəyə girən isə kəffarə nədir? Ödəmir. Burada faydalardan biri də odur ki, qardaşlarım, bu hökmlər yalnız Ramazan ayına aiddir. Məsələn, birinin qəzaları qalıb Ramazandan. Digər aylarda başladı tutmağa. Və o vaxtı yaxınlıq etsin. Ona 60 gün düşür, yoxsa yox? Düşür, yoxsa yox? Hə? Düşmür. Hə, düşmür. Bu, Ramazanın hörmətinə görə bu hökm qoyulub. Əgər sən qəzaların qalıbsa və Ramazandan sonraki aylar tutursa, o vaxtı yaxınlıq etsən belə, nədir? Ona görə bir gün tövbə edirsən, bir gün qəzasını tutursan. Bu Ramazandır deyənə, Ramazan üçün belə bir nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm belə bir hökm vermişdir. Və yaxud da sünnət namazlarında, sünnət oruclarını tutarsa kimsə, əgər sünnət oruclarında yaxınlıq olarsa, bu zaman yenə də nədir? Bir gündür qəza. Bir gün. Çünki sünnətlərə, sünnət oruclarına görə nədir? Bir gün qəza deyəndə ki, o da sünnətdir. Yəni onu tuta da bilər, tutmaya da bilər. Yəni o sünnət namazlar, oruclarıdır. Sonra deməli burada faydalardan deyir ki, kəffarəni ödəyən şəxs bu hədisdə göstərilən tərtib üzərində etməlidir. Yəni 60 gün tutmaq, əgər bunu bacarmırsa 60 nəfəri dizdirmək, çizdirmək. Yəni bu qaydada nə etməlidir? Getməlidir. Həmçində andın kəffarəsində də elədir. Qul azad etməkdir birinci. İkinci gəlir 10 nəfəri yedizdirmək, çizdirmək. Sonra gəlir nədir? 3 gün oruc. Bizdə görsən dərhal atdanlar 3 gün oruc. Obuslar yatdan. Amma imkanın varsa birinci nədir? Düzdür, qul indi bir dəqiq yoxdur ki, kimsə azad etsin. Amma ikinci ən azı 10 nəfəri yedizdirib, çizdirmək nədir? Edə bilər. Həmçinin qardaşlarım, burada faydalardan odur ki, deməli Ramazan ayının orucu tutulan müddətdə cinsi əlaqədə olmaq müsəlmanın həqiqi mənada deyir, həlak edən günahlardandır. Həlak edən günahlardan. Ona görə də bu əməli edən bir kimsə nə etməlidir? Tövbə etməlidir, Allahdan bağışlanma diləməlidir. Həmçinin faydalardandır ki, kəffarəni ödəmək kasıb olan şəxs olsa da belə ona nədir? Vacibdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm fərq etmədi. Yəni orada imkanlı da ola bilərdi, kasıb da ola bilərdi. Lakin o hökmlər hamısı nədir? Hər bir kəsə aiddir. Yəni, sadəcə kasıb olduğu üçün, o şeyləri edə bilmədiyi üçün ondan nədir? O əhkamlar üzərindən götürüldü və yaxud da sağlamlığı ona icazə verilmədi. Amma kim ki sağlamdırsa və yaxud da bütün imkanı varsa bütün bunları etməyə, onları nədir? O kəffarələrin hamısını yerinə yetirməlidir, qardaşlarım. Və dediyimiz kimi, bu hədis Peyğəmbər sallallahu əleyhi və səlləmin şəfqətli və mərhəmətli olmağına dəlalət edir ki, Allah Rəsulü yəni insanlara qarşı necə mərhəmətli idi. Hətta gəlib rəvayətlərin birində ki, namaz vaxtı deməli Peyğəmbər sallallahu əleyhi və səlləmin arxasında sahabelər namaz qılanda asqırır və əlhamdülillah deyir. Asqırır və əlhamdülillah deyir. Və orada olanlardan biri də yərhamukallah qaytarır. Və sahabelər namazdan sonra düşürlər onun üstünə. Düşürlər onun üstünə ki, sən namaz vaxtı bu nədir deyirsən də. Və o onlardan qəbul etmək istəmir onların heç birini. Onlara qarşı nədir? Həmin o sahabə onlara qarşı höccətləşir.
Və Peyğəmbər sallallahu əleyhi və səlləm onu çağırır və gözəl şəkildə ona izah edir ki, namaz elə bir ibadətdir ki, burada Allahın əmr etdiyi, dediyi şeylərdən başqa nədir? Başqa sözlər işlədilməz. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ona gözəl izah etdikdən sonra o insan deyir ki, vallahi ki, sən mənə bunu bu cürünə gözəl izah etməyəcəm, mən onlardan qəbul edən deyildim. Yəni ona görə də bu göstərir ki, insanlara qarşı şəfqətli olanda, mərhəmətli olanda, gözəl şəkildə səbrlə izah edəndə insanlar səndən daha tez nədir? Qəbul edirlər bu şeyləri. Daha tez qəbul edirlər. Sonra qardaşlar burada faydalardan odur ki, yəni bu hədisdən çıxan faydalardan odur ki, başqasının yerinə deyir, kəffarəni ödəməyin caiz olmasıdır. Əgər bir insanın imkanı yoxdursa, kimsə onun yerinədir, kəffarəsini ödətdirə bilər. Məsələn, andın kəffarəsi var və yaxud da bu 60 nəfəri yedizdirmək, içizdirmək kimi. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmə xurma gətirir, Allah Rəsulü verir ona xurmanı ki, gələ. Bunun etkinə apar payla. Deməli, kimsə başqasının yerinədir, kəffarəsində nədir, köməklik edə bilər və onu ödəyə bilər və burada heç bir problem yoxdur. Həmçinin qardaşlarım, faydalardandır ki, günah edən şəxs peşman olub tövbə etsə belə, üzərindəki olan cərimə haqqı qüvvədən düşmür. Yəni, insan günah etsə də belə, o orucu pozsa da belə, o cərimələr onun üzərindən düşmür. Sən andığın pozsan da belə, o kəffarə sənin üzərindən düşmür. Mütləqdir ki, sən onu nədir, yerinə yetirəsən. Həmçinin burada faydalardan gətirir ki, günah edən şəxs başqası tərəfindən onun əvəzinə ödənilən cərimədən istifadə etməsi nədir? İcazəlidir, caizdir. Bu, qısa bir şəkildə bu hədisdən çıxarılan faydalar idi, qardaşlarım. Yəni, sadəcə bunları qeyd etmək istədim ki, yəni, insanlar çoxsu həmişə qarışdırırlar. Elə bilirlər ki, kim bir gün orucu yemək içməklə pozarsa, ona 60 gün oruc qəzası var. Yox, 60 gün qəza yalnız dediyimiz kimi oruc müddətində, gün çıxandan gün batana qədər olan müddətdə yaxınlıqdandır. İftardan sonra nədir? Yaxınlıq etməkdə heç bir problem yoxdur. Ona görə də bunu çalışdım ki, izah edim sizə, qardaşlar. Allah Subhanahu taala bizi eşidib faydalanlardan etsin. Bizləri dünyada və axirətdə də möhkəm bir kəlmə olan La ilahe illallah kəlməsi sabit qədəm etsin. Bizi fitnədən və əhlindən qorusun. Kimin nə sualı varsa verə bilər inşallah, qardaşlar.